Və sizə nəyi göstərim? Yığışdır Fidoş. Baxın, qırıldı. O zibil paketini də qoy çölə. İçinə şey yığmışdım. Qırıntıları. Apar Fidan, apar. Nə göstərim sizə? Çox heyif, üzücü bir olay yenə. Qabım sındı. Qabım deyəndə burada güldanım var idi. İndi durub o birisini göstərərəm. Baxın. Bir tay oradaydı. Bir tay da burada. Yoldaşım divanda yatmışdı. Durum göstərim. Yoldaşım divanda yatmışdı. El-belə uzanmışdı. Burası gözün yuxu tutub. Güldan da buradaydı belə. Buradan ayağı dəydi. Açdı elə mən burada oturmuşdum özümdə. Səsinə bir qorxdum. Sınanda bərk səs çıxartdı. Sonra belə görəm. Belə qaldırdım, təmizlədim. Belə iki yerə bölünüb. Toz soranladım, oraları təmizlədim. Ayağı dəyib ona görə. Deyirəm almağa Samit. Xərcə düşdüm. Təbii ki, zarafatdır. İçində almarket kağızları var. O kağızları niyə gül hündür dursun deyə qoymuşdum. Belə çox faciəvi şəkildə qırıldı. Bunun bir tayı da buradadır. Baxın. Bu güldan. Əlbəttə. Bir 10 güllərini də götürüb bura qoydum. Bu güldanı cüt idi. Biri buradaydı, eynisi. Biri də ora qoymuşdum. Birini divanın bu başına, birini də o başına. O da belə oldu. Eyb yox. Cana gələcəyinə mala gəlsin, heç nə olmaz. Göz deyək, keçsin. Çıxacağı var imiş. Çıxdı. Heç nə. Eyb yox. Cana gələcəyinə mala gəlsin, heç nə olmur. Heç nə olmaz. Heç nə olmaz. İnşallah bundan o qədərdir ki, Sədrəkdə var, doludur. Qab-qacaq dükanlarında ala da bilərəm, laf almaya da bilərəm. Baxdım ki, altında var, yox. Yox, qəşəng təmizləmişəm, qoy xalçanı. Onu da atan gəlsin, yumarlayaq. Belə, heç nə olmaz, buna da bir sağollaşaq bundan da. Belə mən, necə deyim, onun qırılmağına heç də pis olmuram. Yəni yoldaşım da gördü də, gülümsədim sadəcə ki, ayağın yəni kəsmədi ayağı, dedi yox. Özü də yuxulu olanda adam pis təsir eləyir axı. Sadəcə pis olduğum nədir? Nəysə, evdə nəysə əskiləndə mənə xoş deyil. İstər belə qab-qaşıq olsun, nəysə öyrəşdiyim bir şey olanda da, məsələn, əskiləndə mənə xoş deyil də, belə bir təhər oluram. Amma... Yox, 2 canımız gedib, bir də buradayım. Qara. Amma ev yox, heç nə olmaz. Yenə də deyirəm, sınacağı var imiş, təki qaba-qaşığa nəsə olsun. Heç nə olmaz. Züzün gözü var ki, o silirim. 2 dəfə Züzü yıxıltmışdı, sınmamışdı. Sonra bugünə qismətiymiş. Eyb yox, heç nə olmaz. Keçək digər işlərimizə. Görək neyinirik, bazara getmək istəyirik. Bazara getməliyəm. Marketdən alıram, valla marketdən almaqla adam yarımır. Həm marketi qiymətdə, o ədyan niyə yerdədir? Çox bahadır ona görə. İndi, əlim kəsər tez. Ay, əsas gəl götür də. Apar maşına qoy, elə oradan atarıq. Nə deyirdim, sözümü unuttum. Nəysə, bağlayayım. Bir yerlərdə görüşərik. Demişəm ki, gəl Güldanı gedib əlcə bir dənə göstər, əlcəklərimi göstər. Əlcək gətirib gəlim kəsilər. Canımı nə çox istəyirsə. Ay, yavaş. Ayağa dəymədi. Şüşədir o. O pul. Mən sənə deyirəm də o çox qırılıb. Necə eləyək? Nə eləyə bilərəm? Yəni prosto yerə bir baxarsan gör qırıntısı oldu. Yenə toz soranıyorum. Şüşədir. Ehtiyatlı ol. Bu maşına necə qoyacaqsan? Ehtiyatlı ol. Yavaş. Getdi. Çox şükür sağ-salamatlıqdan evdən çıxartdıq. Yaxşı gələcək taxıb bir şey. Mən güldüm, amma yaxşı gələcək taxıb. O qıza bax, ona bax. Oyna baxım. Şenə Qubano. Dəniz, biz gedirik, sən getmirsən də, hə? Uzanırsan onda sən. Nə yazmısan? Baxım. Beni yıka. Ne olur?
Açar. Ay, 5 kez basmır. Orada yoxdur. Yıka. Beni yıka. Tamam, üstünüzü sürtmeyin. Siz üzümə baxın, mənim görün. Haracan uzanır, baxın. Gedir yuxarıya qədər. Hacı. Açık mı? Tamam. Hə, burada var. Bir dənə üzümümüz var. Görək. Niyə? Bu niyə belə çıxıb görəsən? Artık yerken üzüm yerlesin. Burada güzel yapacağım. Kızım, ötürürsən bir şey kızım. Getdik, bazarlıq elədik, gəldik. Hamısını gətirib atıblar bura. Mən çöldə bir şey yeməyə almışdım, onu verirdim. Bir də onun dərmanı lazım idi, vitamin. Onu belə yanında durdum ki, həm yeməyi yesin, həm o dərmanı getsin. Gətirib hamısını yoldaşım, uşaqlar bura yığıblar. Demək, bazar çox bahaydı, bunu deyim. Bu dəfə bahalıq idi. Badımcan 80 qəpiyə aldı kilosunu. Bu da səhv eləmirəmsə 2 kilo olmalıdır. Xiyar 70 qəpiyə yelpənək idi. 40 qəpiyə 50 qəpiyə var, amma onlar yelpənək deyildi də, belə yəni yaxşı deyildi. Daha sonra bu belə şəftəli. Bunu neçə aldıq? Qiymətlərini deməyə çalışacağım. Səhv eləmirəmsə 1.30 aldıq kilosunu. Yox, 1.50-yə. 3 manat verdik də 2 kilodur. 1.50-yə belə şaftalı aldıq. 2 manataydı. Bibərin kilosu. 1 kilo bibər. Sonra bir bağ kahı. 3 dəstə də göyərti. Daha sonra pomidor 1.50, 1.30 idi. Biz bunu aldıq. Səhv eləmirəmsə 1.30-dan. Hə, 1.30-dan aldıq. Deməli 4 kilo. Daha sonra birinci bazarı göstərim. Sonra bir dənə böyük. Böyük deyəndə 7 kilo oldu. Qarpız aldıq. Artıq kəsiblər. O qədər də tünd rəng deyil. Sadəcə o kəsmişdi da üstündə qalmasın da. Amma dadı var. Dadı var. Dadı yox deyil. Deməli sonra belə 3 dənə toyuq aldıq. 1 2, bu da 3. 1 kilo ciyər aldıq. Toyuq ciyəri bilirsiniz. Yoldaşımın ən sevdiyi. Toyuq dedim. Orada 2 dənə təndir çörəyi. Sonra 1 paçka belə salfetka. Daha sonra Araz marketə yumurta indirimi idi. 3 kletka belə yumurta. Və 2 paçkada belə sabun. İndi götürəcəm bunları. Daha sonra bu nədir? Bu da ailənin sevdiyi sokdan 2 litr. Daha sonra qap şampunu bilirsiniz qutarmışdı. Bir piril aldım yenə böyüyündən. Bir də paraşok 3 kiloluq. Böyük 3 kiloluq. Çox yaxşı paraşokdur, xoşuma gəldi. Ona görə bu. Bir də kartof almışıq 5 kilo. 3 kilo da sonra onu aşağı qoydum. Yoldaşım ora qoyub. Burada yoxdur çox. Daha sonra nə almışıq? Bir də belə duzlu balıq almışıq. Onu uşaqlar yeyir. Belə qısa belə bunları aldıq. Aylin də deyir ki, mən başqa yemək istəmirəm. Ana, kebab çəkin. Yoldaşımı bişirib yolda indi kömür zad aldı o da. İstəyir biraz tərəvəzdən həm pomidor, badımcan, həm nə bilim toyuq belə çəksin. Tez toyuq zadı doğramalıyam. Bunları yerləşdirim, işimi görüm. Belə hazırlamışam. Demək toyuğun 2 dənəsini elədim. Belə tomat, soğan, duz, istiot. Bir də duru yağ. Belə bastırma kimi elədim, biraz qalsın. Burada da tərəvəzlərimi yudum, pomidor, acı biber, badımcan. Onları da çəkəcək yoldaşım. Biraz qalsın bunlar. Daha sonra başlasın. Həyatım. Çəkirlər. İşığımız yanmağa vaxt tapdı, baxın. O işıqlar yanır, amma çox zəif yanır. Burada elə işıq olurdu həyat. Yoldaşım çıxdı, söktü. Baxın, birin elə. Deməli ki, alınmalıdır təzə. İçlərinin spiralı yanıb. Çox zəif işıq salır ona görə də. Çəkinlər. Çox qalıb az. Hə. Az. Tamam. Tərəvəzləri çəkməmsən hələ? Yox. Tamam. Zuzi'yə baxın. Zuzi. Onlara baxır. Niyə? Adı çıxmadı biber?
Sadece şey var ya, kök tarafı. Buna bak. O tarafı. Mama. Ha. Ata bak orada bölmüş. Küçük kardeşlerim hiç oldu. Değil mi? Burası azdı ama burası bu tarafı. Sadece bu kısmı. Kalan bir az değil. Yoldaşım çəkir, qutarır, ucu. Az qalıb. Belə qarpız doğradım. Pomidor doğramadım çünki pomidor tutma nəydi? Bişirəndə bizdə çox belə yeyilmir. Kebabda pomidor olanda. Belə 2 yerə qarpız doğradım, qoydum. Daha sonra bir yerə belə göyərti salası qoydum. Bir yerdə belə xiyarla biber doğradım, soxu qoydum. Çörəyi qoydum. Burada boş qaplar, stəkanlar. Bu stəkanları marketdən almışdım. Yadınızdadırsa, aksiya vardı. 2 manat 50 qəpiyə biri. 3 dənəlik korobkada olurdu. Çox qəşəng. Xoşuma gəlir. 6 dənədir. 3'ü çalmışdım. Göyərtilərimi burada belə yumuşam. Hamısını. Kebab da yavaş-yavaş qutardı. Baxın, sizə göstərim. Göz haqqınızı halal eləyin. Yenə də deyirəm. Video, vlog kanalı olduğuna görə yəni mən hər şeyi çəkirəm. Belə pomidorlar çəkib, badımcanları çəkib. Qəşəng. İndi gəlsin, həyətdə dənizə yuyur. Oturaq süfrəyə, bir tikə uşaqlar yesin. Daha sonra qabları falan yuyum. İşləri görüm. Belə tabaqda hazırladım. Bişməsi yoldaşıma məxsusdur, amma hazırlanması mənə. Ortada yer açın, o bakalları çək. Onda pişə. Mama bilir. Tamam canım, tamam. Ayliş'e bak, Ayliş. Gedir Ayliş. Kabarını yiyor. Su keseceğim usta yine. Su zayıflamak isteyeyim. Sabah yine olmayacak hiç yerde. Çok çektim diye. Qablarımı bitirdim. Burada belə yığmışam. Burada da duz qablarımı dəyişdim. Ona görə onların da için yudum. Burada belə pomidor xiyar yumuşam. Sabaha yumamış qoyuram. Çünki yuyub qoyuram. Vəbşin bilmirəm o sizdə də elədi, tək məndə elədi. Ölür, şey olur. Xiyar belə ölüşcüyür, nə bilim belə də büzüşür. Bir səfdə ölüşcüyür deyil. Şamaxı zonası. Büzüşür. Ona görə yuyub qoymuram da, yəni yığıram xazinka, sonra yeyəndə yuyuram. Belə bir qab yudum ki, sabaha
hazır olsun. Qabların burada doldurmuşam. Bu qaynamış suda doldurmuşam. Onu doldurmuşam. Bu eli belə doldurdum ki, lazım olsa işlədərəm. Belə yəni suyum var. Burada belə mərci pişirdim. Qəşəng deməyim ki, ventilatoru söndürdüm. Səsim küləkli gedirdi. Burada belə mərci pişirdim dediyim kimi. Qəşəng bir qazan. Yəni deyəcəksiniz yayın günü mərci nədir? Bilirəm, mən də heç sevmirəm yayda belə yeməkləri. Bu qış yeməyidir də, yəni sadəcə olaraq biraz mərcim qalmışdı da. Yəni o 3 ay yay qışa qalsa yəni o xarab olacaqdı da. Yəni ərzaq xarab olmasın deyənə bişirdim. Sabah uşaqlar içər belə çörək atarsan, ya suxarik alaram, suxariklə qarışdırıb yeyərlər belə. Ona görə bişirdim. Biraz kebabdan da qalıb, hamısı yeyilmədi, getmədi çox. Çünki 2 dənə toyuq, nə bilim, badımcan, pomidor, biber hərə bir tikə, 2 tikə yeyirdi axşamda. Ondan da qalıb, biraz da bu mərci yeyərik. Burada sularım. Oranda domestos, hər şey tökdüm ora. Dəki tərtəmiz olsun, baxın. Tərtəmizdir. Mokamın içi. Yudum, hər yeri sildim, polları sildim, mebellərin üzünü sildim ki, sabaha heç nə iş qalmasın. Daha sonra masanı sildim, qəşəng hər yeri. Və salam. Bu qədər. İşimiz yekunlaşdı. İnşallah bu videonda, bu vlogumuzu da burada bağlayım. Sabah yeni bir video ilə, yeni bir vlogla görüşərik. Sağ olun, hələlik.